Salam əziz izləyicilər. Yine Cambridge English Test 2 Reading Part 4 Questions 19 to 24. Burada yenə mətn verilib. Test şəklində, doğru şəkildə yerləşdirməliyik. It is the world's largest land. Ümumiyyətlə, dünya, yəni world sözündə ilk ağlımıza gələn article the article'dır. 20-ci boşluqda as arasında adi dərəcə girir. Buradan sonra hamısı adi dərəcədir. Demək ki, məna önəmi daşıyır burada. 7,500 kilograms deyir. 7500 kilogram. Bu ağırlıqdır. Çəkidir yəni. Deməli, bu qədər ağırdır demək. Ola bilər ağırlığı deyir. Ona görə heavy olacaq. Doğru söz. 21-də ona xortumları geniş olarsa, böyük olarsa, yəni xortumları nə qədər ki böyükdür, o qədər qocadırlar mənasındadır. Ona görə şərt odaq cümləsi kimi if-lə deyəcək bunu. 22-də deməli vaxt keçirirlər bunlar 12 saatdan 17 saata qədər hər gün olacaq demək ki bu every day. All day niyə olmur? All day ümumiyyətlə bütün bir bütöv günü şeydir. Halbuki bu hər gün davam edən prosesdir. Someday ümumiyyətlə hər hansı bir vaxt, yəni məna düzgün gəlmir. Sadly deyir, təəssüf ki elephants are in danger. Bunlar təhlükədədir. Öldürülürlər insanlar tərəfindən və bilirik ki, elephants onsuz da cəmlədir, yəni sayıla bilən isimdir. Many elephants yerinə sadəcə many yazıb, çünki söhbətin elephants-dan getdiyi məlumdur. Elephant sözlərini yazmağa ehtiyac yoxdur. Tourists pay to ride on their backs. Söhbət fil sürməkdən gedir. Yəni biz maşını sürəndə adətən drive eləyirik, amma ride da eləyə bilərik. Amma heyvan olanda artıq o drive yox, ride. Yəni at sürmək, fil sürmək, bunlar heyvan üçün həmişə ride feilindən istifadə edirik.